Doktor, qoyun əti təzyiqi qaldıra bilərmi? Qoyun əti təzyiqi qaldıra bilərmi? Əslində bu da çox aktual bir sualdır. Bizim coğrafiyamız üçün, xüsusilə regionlarımız üçün çox aktual bir mövzudur. Bizim evdə də bu aktualdır. Qoyun əti təzyiq qaldırmır. Əslində qidalardan təzyiqi qaldıran bir faktor var. O da duzdur. Duzlu yediyimiz hər şey təzyiqi qaldırır. Duzlu ayran, duzlu içdiyimiz dovğa, akroşka, məşhur yay içkilərimizdən, kabab, qoyun ətindən hazırlanan bütün qidalar, ümumiyyətlə tərkibində duzun miqdarı 5 qramın üstünə çıxan bütün qidalar təzyiqimizi qaldırır. Yəni normalda təzyiqi olmayan insan belə günlük duz istifadəsi 3-5 qram olmalıdır. Əgər yüksək təzyiqli xəstədirsə bu xəstə və təzyiqini dərmanlarla kontrol altında saxlayırıqsa, duz istifadəsini 3 qramın altına salırıq. Yəni bu 3 qramın altında olmaq o deməkdir ki, sadəcə yeməklərinə dad qatan qədər duz istifadə olunsun. Duzlu pendir, duzlu zeytun, süfrədə əlavə duz, şorabalar, pomidor xiyarı əlavə duz vurmaq istifadə olunmamalıdır təzyiq xəstələrində. Xəstələrə bildirəndə onlar duz istifadə eləmədiklərini israrla sübut eləməyə çalışırlar, amma bir günlük qida menüsünü soruşanda məlum olur ki, həddindən artıq duz istifadə ediblər. Yenə də dəfələrlə bütün xəstələrə vurğulayıram. Buradan da demək istəyirəm ki, duz istifadəsi dedikdə mən nəzərdə tutmuram ki, siz hazır duzu götürüb yeyirsiniz. Yediyiniz hər şeyin tərkibində duz var. Duzun miqdarını minimuma endirmək lazımdır. Duzlu pendir, duzlu zeytun, bayaq qeyd elədiyim kimi, şorabalar minimuma endirilməlidir. Yüksək təzyiqin nəticəsi çox fəsadlı ola bilər, həyati təhlükəli vəziyyətlərə gətirib çıxara bilər. Ölüm bunların içində ən asanıdır, inanın mənə. Paraliz ola bilirsiniz, yarıcan qalırsınız, kiməsə möhtac qalırsınız. Yəni bu çox ciddi vəziyyətdir. Yüksək təzyiqdən əziyyət çəkən bütün xəstələrdən duz istifadəsini minimallaşdırmağı xahiş edirəm. Qoyun əti, mal əti, ağ ət, balıq əti, toyuq əti hər şey yeyə bilərsiniz istədiyiniz qədər, amma duzsuz olmaq şərti ilə.